Ateistlərin ən çox gülməyə çalışdığı, amma əslində özlərini rəzil etdikləri başqa bir məşhur ayəyə baxaq. Ənbiya surəsi 32-ci ayə. Onlar bu ayəni oxuyub lağ edirlər. Görürsünüz, Quran deyir ki, biz göyü qorunub saxlanılan bir tavan etdik. Bunlar elə bilir ki, göy beton kimi, evin damı kimi qatı bir şeydir. Elm isə deyir ki, yuxarıda sadəcə qazlar və boşluq var. Deməli, Quran nağıldır. İndi gəl o çox bilmişlərə müasir elmin necə şillə vurduğuna baxaq. Sən bilirsən ki, əgər o boşluq dedikləri göy üzündə həqiqətən o görünməz tavan olmasaydı, sən hal-hazırda sağ deyildin. Kosmosdan hər saniyə yer kürəsinə ölümcül radiasiya dalğaları, günəş küləkləri və minlərlə meteorit hücum edir. Əgər yer bu halda müdafiəsiz qalsaydı, saniyələr içində canlılıq yox olar. Planetimiz Mars kimi quru və ölü bir çöllüyə dönərdi. Amma yerin ətrafında maqnit sahəsi, yəni maqnitosfer və atmosferdən ibarət elə bir qoruyucu qalxan var ki, o ölümcül şüaları və kosmik daşları ya geri qaytarır, ya da havada yandırıb kül edir. Bəs elm dünyası yerin ətrafındakı bu görünməz zirehi nə vaxt kəşf edib bilirsən? Cəmi 20-ci əsrdə, 1958-ci ildə Van Allen radiasiya quşaqlarının kəşfi ilə. Sənin boşluq zənn etdiyin o səma, əslində yeri cəhənnəmə dönməkdən qoruyan qüsursuz bir qalxandır, təmiz bir qoruyucu tavandır. İndi mənə de görüm, 1400 il əvvəl səhranın ortasında heç bir teleskop, heç bir kosmik peyk olmadan yerin ətrafındakı bu həyatı qalxandan bəhs edən bir kitab necə cahil ola bilər? Cahil olan Quran deyil, onu oxuyub anlaya bilməyən, öz dayaz ağlı ilə hər şeyi inkar edənlərdir.